Sizler üçün indi botoks xarakterli maska deyəcəm. Bu da sizləri həm dərinin rəngini açacaq, həm nəmləndirəcək, həm də qırışları açacaq. Demək götürürük bir xörək qaşığı maya, yəni ki sizləri droş kimi tanıdığınız mayanı. Bunu yarım stəkan ilıq süddə bir 10 dəqiqə saxladığımız mayanın üstünə bir xörək qaşığı qarğıdalı nişastasını da qatırıq süddən droş qarışığına. Ondan sonra dəri tipini nəzərə almalıyıq. Quru dəri üçün, yağlı dəri üçün bu maskanı indi ayıracağım. Demək, dərimiz yağlıdırsa, bu maskaya yarım çay qaşığı limon əlavə eləyəcəyim. Dərimiz yağlıdırsa, bu həm yağlı dərini təmizləyəcək, ağardacaqdır. Yox, dərimiz qurudursa, bu maskaya yarım çay qaşığı bitki yağı əlavə eləyəcəyim. Beləliklə maskamız hazırdır. Ən önəmlisi, bax, buna diqqət eləyin. Maskanı sürtəndə əzələ istiqamətində, ən əsası da necə ki bir paltarı ütüləyəndə qırışın əksi istiqamətdə ütüləyirsiniz, maskanı da, kremi də o vəziyyətdə sürtməlisiniz. İstənilən maskadır ki, yəni çalışın gözün altından, həssas yerdən qaçın. Maskanı sürtdün, 5-10 dəqiqədən sonra üzə hopdu. Bunu qalın sürtmək üçün, gözəl nəticə vermək üçün təkrar bir də sürtürük üzə. Sürtəndən sonra o maskaları ki biz 10-15 dəqiqə üzümüzdə saxlayırdıq. Demək, bu maskanı üzdə quruyandan sonra bir 15-20 dəqiqə biz o maskanı tez həmən yumuruq. Yumuşaq bir dəsmalı və yaxud da bir əysini, yumuşaq əysini qaynar suda isladırıq. Maskanın üstünə qoyuruq, üzümüzə, alnımıza, əsas qırış olan yerlərə qoyuruq və bir 5-10 dəqiqə biz onu saxlayırıq. Saxlayan vaxtı görürsən ki, üzdə yenidən sanki bir reaksiya gedir, bir istilik gedir, bir qızışma gedir. Aktiv, daha aktiv olur. Orada istilik verdikcə maska daha aktiv özünü göstərir. Ondan sonra bəli, maskanı hardasa yarım saat müddətinə bu prosedur davam edir. 5 dəqiqə sürtdün, təkrar bir də təkrarladın. Sonra 10 dəqiqədən sonra isti dəsmalı tutursan, isti vəziyyətdə saxlayırsan o maskanı. Çalışın qırışa qarşı maska sürtəndə, ümumiyyətlə maskalar sürtəndə əzələ arxaya doğru getmək üçün uzanıqlı vəziyyətdə olun ki, əzələ arxaya dursun.